Axşamınız xeyir mənim əziz dinləyicilərim. Məndən xahiş eləmişdiniz ki, Nərmin xanım, moruğu sən pişirmədən qışa nə tər saxlayırsan, onun reseptini bizə de. Heç bir çətinlik yoxdur. Mən burada 3 kilo moruq almışam. 3 kilo da pesoq. Moruğu deməli bir lay pesoq, bir lay moruq, bir lay pesoq, bir lay moruq. Bunu tökürəm, üstünü örtürəm, məhrəba ilə şpilkalayıram. Sabaha qədər qalır. Səhər dururam, gedib gəlib qarışdıram. Gedib gəlib qarışdıram ki, o pesoq onun içinə həll olunsun. Bax, 1 qram. Sonra bunun kəfini yığacağam. Bişməyib ha bu. Bişməmiş haldır. Bunu mən bişirmirəm. Heç bir vaxtı. Ondan sonra gedib gəlib ta 3 gün o pesoq onun canına işləyənə qədər ki, daha pesoq qalmır. Pesoq 3 gün tamam olanda üzünün baba bu kəflərinicə salfetka ilə götürürəm qəşəngcə. Ondan sonra yığıram bankaya. Mənim əziz dinləyicilərim, əziz məni eşitmək istəyənlər, qulaq asın diqqətinə. Bunu salfetka ilə qəşəng götürürəm. Sonra bunları balaca bankalara yığıram. Üzünə də salfetka qoyub qapağını möhkəm bağlayıb xaladenika qoyuram. İstəyirsən 2 saxla xaladenikdə, istəyirsən 3 saxla. Qışda açırsan elə bir moruğun iyini, elə bir moruğu indicə dərmirsən. İyi o qədər gözəl. Cana xeyir, ya pişirmirsən, vitaminini öldürmürsən, su qatmırsan, hamısı içində. İşte göz haqqınızı halal edin. Allah heç kimin gözünü, heç kimin söfrəsində etməsin. Bu qədər mənim əziz dinləyicilərim, mənim reseptim bu qədər. Pişirmək istəyən pişirsin. Allah ruzu bərəkətinizi bol eləsin.